Fəsil 21. Sonrakı günlərdə hər şey sürətlə dəyişməyə başladı. Mətanət xanım artıq növbəti səhər zəng etdi və qadınlar dərhal tanışlıq və elçilik tarixini razılaşdırdılar. Elçilik isti, səmimi bir ab-havada keçdi. Gülümsəmələr, açıq ürəkli söhbətlər və yeni, yaxşı bir şeyin başlanğıcı ilə. Hər iki ana tez bir zamanda ortaq dil tapdı və demək olar ki, dərhal nişan tarixini də müəyyən etdilər. Getməzdən əvvəl Mətanət xanım Samirəni qucaqlayıb isti səslə dedi. Ürəyim deyir ki, siz çox gözəl cütsünüz. Rüstəmin adı çəkiləndə gözlərinin necə işıldadığını görürəm. Oğlum isə onu bu qədər xoşbəxt çoxdan görməmişdim. Aysel də sənə tamam vurulub. Bizimlə gəlmək üçün yalvardı, güclə saxladıq. İzah etdik ki, bugün yalnız böyük qadınlar yığışır. Samirə gülümsəyərək onu qucaqladı. Axşam isə ona mesaj gəldi. Oldu. İndi artıq əminəm ki, fikrindən dönməyəcəksən. Ana heyran qaldı. Dedi ki, əgər səni bir dəfə də incitsəm, mənim işim bitdi. Samirə gülərək cavab yazdı. Qalib isə dedi ki, bu dəfə artıq sən qaça bilməyəcəksən. Amma səni başa düşür və dəstək olmağa hazırdı. Heç olmasa kimsə mənim hisslərimi düşündü. Cavab gəldi. Növbəti səhər Rüstəm maşının yanında kapota söykənərək dərs gününün bitməsini gözləyirdi. Sadəcə Samirəni götürmək və onunla bir axşam keçirmək istəyirdi. Amma diqqətini yaxınlıqda saxlayan bir maşın çəkdi. O onu dərhal tanıdı. İnanılmazdı. Dişlərinin arasından pışıldadı və qətiyyətlə ora tərəf getdi. Nərmin qapını açan kimi Rüstəm onu güclə bağladı və yenidən açmaması üçün saxlayaraq açıq pəncərəyə tərəf əyildi. Ağlına belə gətirmə. Dön və gəldiyin yerə qayıt. Mən qızımı görməyə gəlmişəm. Nərmin meydan oxuyaraq cavab verdi. Sən çox yaxşı bilirsən ki, Aysel bugün məktəbdə deyil. O, valideynlərimlə birlikdə bağdadır. Yazışmalarını gördüm. Ona görə də indi dərhal çıx get və Samirə ilə görüş axtarmağı dayandır. Mən ailəmi dağıtmağına icazə verməyəcəyəm. Bir dəfə etdin, ikinci dəfə olmayacaq. Ailə? Bununla nə demək istəyirsən? Səsində tanış isterik notlar eşidildi. Rüstəm kəskin nəfəs aldı. Nə gələcəyini artıq bilirdi. Sabah, saat 2-də, elə həmin kafedə. Gələcəyəm və danışacağıq, dedi daha sakit səslə, yaxınlaşan isterikanı qabaqlayaraq. Sabah, saat 2-də, bir dəqiqədə gecikmə. Nərmin az qala qışqırdı və maşını qəfil sürüb uzaqlaşdı. Rüstəm yüngüllüklə nəfəs aldı, arxaya çevrildi və elə həmin anda Samirəni ona tərəf tələsən gördü. Nərmin idi? Hə, səni axtarırdı. Samirə gözlərini biraz qıydı. Təəccübdən yox, yorğunluqdan. Aysel bugün sənin valideynlərinlədir, düzdür? Bəli, o bunu bilirdi. Sadəcə gəlib, sənə rast gəlmək istəyib. Bilirəm ki, bu birinci dəfə deyil və təkərin partladığını da bilirəm. Samirə əlindəki çantanın qulpunu düşüncəli formada barmaqları ilə oynatdı. O dayanmayacaq, eləmi? Bilmirəm. Amma irəli getməyinə icazə verməyəcəyəm, Rüstəm qətiyyətlə dedi, gözlərinin içinə baxaraq. Onunla danışacağam, sabah, təkbətək, nöqtəni qoyacağam, qalın xətlə. O artıq nə Ayselə, nə də bizə təsir etməyinə icazə verməyəcək. Samirə səssizcə başını tərpətdi. Sonra əlini uzadıb, onun ovucunu sıxdı. Mən bilirəm ki, bacaracaqsan. O, sakit gülümsədi. İndi isə gedək. Günü korlamasına icazə verməyək. Kafe demək olar ki, boş idi. Pəncərənin arxasında tozlu buludlar günəşi örtmüşdü. Sanki çətin söhbəti əvvəlcədən xəbər verirdi. Rüstəm saat düz 2-də içəri girdi. Nərmin artıq masadaydı. Barmaqları ilə əsəbi şəkildə salfeti bururdu. Dəqiqsən, həmişə bu xüsusiyyətini sevmişəm. Gülümsəmədən dedi, başını qaldırmadan. Nərmin, oyunları kənara qoyaq. De görək, bütün bunlar nə üçündür? Niyə məni və Samirəni rahat buraxmırsan? Mən sənə qızını qayqardım. İndi düşünürəm ki, səhv etmişəm ki, onu manipulyasiya alətinə çevirdiyini görə-görə. O baxışlarını qaldırdı, gözləri quru idi, amma dərin bir acı gizlənirdi. Əgər o olmasaydı, biz yenidən ailə ola bilərdik. Hər şeyi o dağıtdı. Yox, Nərmin, hər şeyi sən 5 il əvvəl dağıtdın. Mən səhv etdim və əvəzini ödədim. Gözləri yanaqlarından süzüldü. Sən Ankarada nələr yaşadığımı bilmirsən.
Mən anladım ki, sahib olduqlarımı dəyərləndirməmişəm. Rüstəm, xahiş edirəm. Sən nələr yaşadığımı bilmirəm. Amma sən sadəcə gedəndə mənim və balaca qızımızın nə hiss etdiyini çox yaxşı xatırlayıram. 6 ay gözlədim. Ümid etdim ki, fikrini dəyişəcəksən və qayıdacaqsan. Anan mənə ünvanını vermirdi. Özüm gəlmək istəyirdim. Səni razılaşdırmaq, qaytarmaq üçün. Mən detektiv tutdum. O səni tapdı və dedi ki, 3-cü ayda oxuduğun yerdən çıxarılmışsan və hansısa barmenlə yaxşı vaxt keçirirsən. Hər şey cəddi görünürdü. Məhz o zaman mən sənə boşanma sənədlərini və Aysel üzərində tam qəyamlıq ərizəsini göndərdim. O sakit danışdı, amma səsində soyuqluq vardı. Bizim nikahımız bitdi. Sən hər şeyi özün məhv etdin. İndi isə mən xoşbəxtliyimi tapanda, Ayselin tam ailə şansı yarananda buna icazə verməyəcəyəm. Mən onun anasıyam, Nərmin qışqırdı. Sən isə hansısa məktəb müəlliməsi ilə evlənmək istəyirsən, o da indi ona ana olacaq. Rüstəm təmkinlə davam etdi. Samirə mehriban, dürüst və güclü insandı. Aysel özü ona bağlanıb. Uşaqlar kiminsə həqiqi olduğunu hiss edirlər. Səndə isə Nərmin yalnız incilik, qısqanclıq və acı qalıb. Mən səndən qızını almaq istəmirəm, hələ ki. Amma belə davam etsən, bizə təsir etməyinə icazə verməyəcəyəm. Nərmin baxışlarını yerə endirdi. Gözləri dayanmadan axırdı. Mən artıq heç nə qalmadı. Rüstəm onun səsində sarsıntını hiss edib, yumşaldı və özü hiss etmədən əlini uzadıb ovucuna toxundu. Sən haqlı deyilsən, sən hələ cavansan, gözəlsən, həyatını yenidən qura bilərsən. O, onun toxunuşundan diksindi. O barmen evlənəcəyini demişdi, dünyanı gəzəcəyimizi vəd etmişdi. Amma hamilə olduğumu biləndə məni tərk etdi. Mən uşağı aldırdım, amma o yenə də qayıtmadı. Mən öz cəhənnəmimi yaşadım. Mən ödədim. Rüstəm əlini geri çəkdi. İçində mərhəmət və iyrənclik mübarizə aparırdı. Onun ağrısını anlayırdı, amma acıya bilmirdi. Biz hamımız etdiklərimizin əvəzini bir yolla başqa yolla ödeyirik. Dayana bilərsən, arxaya baxmağı buraxa bilərsən, yenidən başlaya bilərsən. Bu son deyil, Nərmin. Bu yeni həyatın başlanğıcıdır. Qəbul et. Sadəcə qəbul et. O qalxdı, qarşısına salfet qoyub getdi. Onu tək qolaraq soyuq qəhvə, ağrı və ağır həqiqətlə. Kafe onun gedişi ilə sanki boşaldı. Sükut qulaqları deşirdi. Fon musiqisi belə əsəbləri qıcıqlandırırdı. Nərmin tərpənmirdi. O soyumuş fincana baxırdı və beynində artıq bir dənə də aydın fikir qalmamışdı. Yalnız qırıntılar. Özüm günahkaram, xəyanət etdim, dəyərləndirmədim. Hər şey bitdi. Dodaqları titrədi. Dünyada heç kim onu qədər incidə bilməzdi və bir daha da heç kim bacarmayacaq. O yavaşca qalxdı, eynəyini taxdı və yüngül şarfını boynuna atdı. Sanki üzünü gizlədirdi. Maşına gedən yolu duman içində keçdi. Mühərriki işə salanda əlləri əsirdi. Radio diktorun səsi ilə açıldı. O dərhal söndürdü. Söz istəmirdi, səs istəmirdi. Svetoforda piçultu ilə dedi. Mən həqiqətən hər şeyi itirdim və lovun ögründə ilk dəfə özünə ağlamağa icazə verdi. Səssizcə, demək olar ki, eşidilməz. Yalnız ara bir boğulmuş nəfəs və titrək nəfəs dişlərinin arasından çıxırdı. Hardasa dərinlikdə qəzəb qalxırdı. Amma indi onu başqa bir şey boğurdu. Boşluq. Bir vaxtlar azadlıq sanaraq özü çeçdiyi boşluq. İndi isə bu azadlıq tənhalığa çevrilmişdi. Arxa güzgüdə özünə baxdı. Gözlərini sildi. Üz eyni idi. Baxımlı, inamlı. Amma baxış yad idi. Mən yenə də yox olmayacağam. Mən özümü hələ geri alacağam. Səssizcə dedi və maşını yavaşca hərəkətə gətirdi.